arıqlamaq istəyirəm, ona görə sabahdan az yeyəcəm. Bu ifadəni yəqin ki, bir çoxunuz dəfələrlə eşitmisiniz. Bəlkə də özünüz demisiniz. Mənim indiyə qədərki təcrübələrim daha çox səhiyyə idarəçiliyi, layihələrin idarə olunması və sistemlərin təşkili istiqamətində olsa da, ictimai səhiyyənin kliniki yanaşması daxilində qidalanma sahəsi hər zaman xüsusi maraq göstərdiyim, təhsil aldığım və araşdırmalar apardığım istiqamətlərdən biri olub. Ona görə də sizinlə yeni bir qidalanma seriyasına başlayırıq. Bu seriyada qidalanma ilə bağlı məlumatları sadəcə gündəlik eşitdiklərimizə əsaslanaraq yox, elmi yanaşmalar və araşdırmalar əsasında müzakirə edəcəyik. İlk mövzumuz isə qidalanma haqqında ən çox yayılan yanlış fikirlərdən biri olacaq. Və ilk mifimiz nədir? Arıqlamaq istəyirəmsə, sabahdan az yeyəcəm. Gəlin görək həqiqətən belədirmi? Əslində, çəki dəyişiminin əsas mexanizmlərindən biri enerji balansıdır. Yəni sadə formula. Əgər uzun müddət ərzində qəbul etdiyimiz enerji sərf etdiyimiz enerjidən çox olarsa, çəki artımı baş verə bilər. Əgər sərf etdiyimiz enerji qəbul etdiyimizdən çox olarsa, çəki azalması baş verə bilər. Buna kalori defisiti deyilir. Yəni arıqlanmağın əsasında müəyyən qədər kalori defisiti yaratmaq dayanır. Amma əsas məsələ burdadır. Kalori defisiti yaratmaq özünü aç saxlamaq demək deyil. Sağlam çəki azaltmasına məqsəd bədənin ehtiyac duyduğu qida maddələrini almaq, kifayət qədər protein qəbul etmək, liflə zəngin qidalar seçmək, balanslı boşqab qurmaq, fiziki aktivliyi artırmaq, uzun müddət davam etdirə biləcəyin sistem yaratmaqdır. Çünki ən yaxşı qidalanma sistemi bir həftə etdiyiniz yox, həyatınıza uyğunlaşdıranda davam etdirə bildiyiniz sistemdir. Məsələn, düşünək. 500 kalorilik fast food, 500 kalorilik də balanslı boşqab. Hər ikisi enerji baxımından eyni ola bilər. Amma bədənimiz üçün verdiyi dəyər eyni deyil. Çünki qida sadəcə kaloridən ibarət deyil. Hər qidanın qida dəyəri var. Qidanın tərkibində makronutriyentlər, yəni protein, karbohidratlar, yağlar, mikronutriyentlər, yəni vitaminlər və minerallar və həmçinin lif kimi vacib komponentlər ola bilər. Buna görə qidalanmada qida sıxlığı anlayışı var. Yəni, bu qida verdiyi kalorinin qarşılığında mənə nə qazandırır? Məsələn, bir paket şirniyyat və bir porsiya qoz fındıq kaloriyaya görə yaxın ola bilər. Amma qoz fındıq doymamış yağlar, lif, vitamin və minerallar verir. Şirniyyat isə əsasən enerji və şəkər verir. Qida sıxlığı isə daha aşağıdır. Ona görə məqsəd sabahdan heç nə yeməyəcəm deyil, məqsəd bədənimin ehtiyacını ödəyərək necə sağlam formada nəticə əldə edə bilərəm olmalıdır. Çünki sağlam arıqlamaq özünlə mübarizə aparmaq yox, bədənin necə işlədiyini anlamaqdır.